Ramazan Xaliqin öz məxluqlarını sonsuz və rəngbərəng nemətlərlə bəzənmiş ziyafət süfrəsinə dəvət etdiyi aydır. Bismillahirrahmanirrahim. Allahümmə salli Muhammed və ali Muhammed. Salam dəyərli Vilayət TV kanalının tamaşaçıları. Bu vaxtınız xeyir olsun. Artıq 4-cü gündür ki, Furqan verilişi ilə siz əzizlərin evlərinin qonağıyıq. Allah tutduğunuz bütün oruc və ibadətləri qəbul eləsin. Dualarınızda bizləri də yaddan çıxartmayın. Çünki Ramazan ayı rəhmət ayıdır, bərəkət ayıdır, dua ayıdır, naz-ı niyaz ayıdır, eşq ayıdır, irfan ayıdır. Bu ayda bu mövzuların qədrini biləyin. Çalışağın, dəyərli tamaşaçılar, biraz namazımıza ciddi yanaşaq, biraz duamızın vaxtını artıraq. Qur'anla aramızda olan o soyuq məsafəni, o soyuqluğu, o uzaqlığı biraz yaxınlaşdırağın, biraz isiniləşdirəyin. Aramızda Qur'anla məhəbbət yaradağın. Dəyərli tamaşaçılar, 4-cü günün duasına qulaq asaq, verilişimiz davam edəcək. Bismillahirrahmanirrahim. Allahümme qavvini fihi ala iqameti emrik. وأذقني فيه حلاوة ذكرك وأوزعني فيه لأداء شكرك بكرمك واحفظني فيه بحفظك وسترك Ya əbsərən nazirin. Əziz tamaşaçılar, fasilədən sonra verilişimiz davam edir. Xatırladım ki, siz Furqan verilişinə baxırsınız. Bugünkü verilişimiz də həmişə olduğu kimi çox maraqlı bir mövzu üzərində qurulub. Həqiqətən çoxlarımızı düşündürür ki, bizim gözümüzün nuru olan, başımızın tacı olan Həzrət Peyğəmbərimiz görəsən Ramazan ayında hansı əməlləri edirdi və necə edirdi? Hansı əməllərə üstünlük verirdi? Onlara daha çox vaxt ayırırdı. O əməlləri daha çox təbliğ edirdi, həyatında yaşayırdı. Maraqlı deyilmi, dəyərli tamaşaçılar? Biz də bunları bilək, tanıyaq və Ramazan ayında bu əməllərə biz də diqqət edək, biz də bunlarla yaşayaq və Peyğəmbərin az da olsa getdiyi yolu getmiş olaq. Dəyərli tamaşaçılar, mövzuya uyğun studiyamızın dəyərli qonağını sizə təqdim edirəm. Verilişimizin qonağı cənab ilahiyyatçı, doktorant Tural Salmanovdur. Ustad, mən sizi salamlayıram. Allah ibadət və itaətlərinizi qəbul eləsin. Çox xoş gəlmişsiniz. Necəsiniz? Aleykümselam. Mən də sizi və dəyərli izləyiciləri salamlayıram. Allah ibadət itaətlərinizi qəbul eləsin inşallah. Allah razı olsun. Aleykümselam. Təşəkkür edirəm ustad. Allah sizin kimi dəyərli ustadları ümmətin üstündən əskiyə etməsin. Ustad, çox maraqlıdır. Əməllər, Peyğəmbərimiz bu Ramazan ayında hansı əməlləri edirdi və hansılarına daha çox önəm verirdi? Bismillahirrahmanirrahim. Qısa olaraq mən tarixi bir məsələdən işarə edib. Bildiyiniz kimi Ramazan ayının orucu hicrətin 2-ci ili vacib olmuşdu müsəlmanlara. Bu əsasda Allah Rəsulu cəmi 9 il təqrib olaraq Ramazan ayı oruc tutmuşdu. Amma bundan qabaq oruc Peyğəmbərin davamlı sirəsindən idi. Yəni Ramazan ayı orucu vacib olmamışdan qabaq Peyğəmbər həmişə oruc tutarmış. Bəli. Amma o ki, yəni müsəlmanlara oruc vacib olub, Mədiniyə hicrətdən sonra və məxsusən orucun vacib olması ki, Bəqərə surəsindədir. Bəqərə surəsi də bilirik ki, Mədinədə nazil olub və bu əsasda yəni Allah Rəsulu ümumi olaraq 9 il mübarək Ramazan ayında oruc tutub. Bu 9 ili də nəzərə alaq və eyni zamanda bundan qabaq Peyğəmbər hansı formada oruc tuturdu? Mən ilk növbədə bir hədisə işarə edim. Allah Rəsulu orucun
dəyərində, məqamında buyurur və bu hədis-i qudsidir. Yəni Allahdan gələn bir peyamdır, bir mesajdır. Allah Rəsulü buyurur ki, əs-somu li, yəni qalallah, əs-somu li, oruc mənim üçündür. Və mən onun əcrini verirəm, savabını verirəm. Yəni burada yəni həm mühəddislər, həm tarix, həm digər alimlər tərəfindən bu sual müzakirə olunur ki, bütün ibadətlər onsuz Allahındır da. Niyə əs-somu fərqləndirir? Bəli. Bu barədə hətta lüğət alimləri belə müxtəlif fikirlər səsləndiriblər. Yəni, məsələn, bir yerə cəm eləsək, bəlkə 20 dənə bu barədə nəzər var. Onlardan birincisi budur ki, niyə buyurur ki, oruc mənim üçündür? Deyib, biz tarixə müraciət edəndə görürük ki, bütün ibadətlərlə Allaha şərik qoşulub. Yəni, bütə namaz qılınıb, bütə sədəqə verilib, qurban kəsilib, amma bütə oruç tutulmayıb. Niyə görə Allah buyurur ki, oruc mənim üçündür? Deyir, çünki bir ibadətdir ki, onun üzərindən şirk qoşulmayıb. Qatqı yoxdur. Qatqı yoxdur, qatqısı yoxdur. Bəziləri isə bundan üstün şərh veriblər. O da buyurur ki, Allah ki buyurur, oruc mənim üçündür və mən ona, yəni oruclarına əcr verəcəyəm. Deyir, əsli bu formadadır. Əs-sommuli, oruc mənim üçündür və mən oruc tutanın mükafatıyam. Oruc tutanın mükafatı mənəm. Allah özüdür. Allah özüdür. Baxın, ibadətlərin hamısının bir mükafatı var da. Kim namaz qılsa falan mükafat. Cənnətdə falan, bəli. Biz görürük ki, cənnətin də özünün məqamı var. Məsələn, bir dəfə Allah buyurur ki, filan kəslər cənnətə gedəcək. Bir dəfə deyir ki, cənnət onlar üçün gələcək. Bu fərq edir də. Biri var, məsələn, Allah deyir ki, gedin orada cənnət var. Bu aşağı təbəqə. Bir dəfə cənnət həmən şəxslərin. Bəzən isə deyir ki, həmən şəxslərin özü cənnətdir. Yəni, şəxsin özü cənnətdir. Yəni, şəxsin əməlinin özü cənnətdir. Bu, ən üstün məqamda buyurur ki, mən özüm onlara mükafatam. Bu, düşünürəm ki, yəni, digər ibadətlərdən daha çox, yəni mükafat cəhətdən daha çox müjdələnən bir ibadətdir. Buna görə Allah Rəsulu həm mübarək Ramazan ayında, həm də digər aylarda oruç tutardı. Məxsusən Ramazan ayında oruca və Ramazan ayının özünə çox ciddi yanaşardı. Məsələn, biz Allah Rəsulunun bu ayda ibadətlərini ümumi nəzərdən keçirdək, görək Ramazan ayına necə bu baxırdı, hansı formada baxırdı. İlk növbədə çox maraqlıdır ki, Allah Rəsulu həm özü, həm də başqalarına deyərdi ki, mənə Ramazan ayının başlandığı xəbər verin. Həm özünün gözü göydə idi, həm başqalarının dedi ki, həm kim müjdə versə, mən ona mükafat verəcəyim. Və Allah Rəsulunun sirəsində belə bir anlayış var, Ramazan ayının istiqbalına getmək. Yəni, Ramazan ayının istiqbalına getmək. Buna məsələn istihlalla deyilir, yəni o Ramazan ayının hilalını gözləmək. Biz baxırıq ki, Allah Rəsulunun bu ayda ən çox sirəsində etdiyi əməllərdən biri duadır. Dua bu ayda Allah Rəsulunun ayrılmaz sirəsi idi. Bu duanı nə vaxt edərdi? İlk növbədə ilə mübarək Ramazan ayının hilalını gördükdə, yəni Ramazan ayını gördükdə Allah Rəsulu dua edərdi. Yəni Şabanın son gecəsi. Şabanın son gecəsi ki, ay çıxdı, ay görsəndə dua edərdi. Elə bu dua, mən qısa olaraq işarə edim, bu dua, yəni həm, yəni biz bildiyimiz kimi məsumların duası həm Allahla razı niyazı, münacatdır, həm də başqalarına bir təlimdir. Yəni, siz də Allahla belə danışın. Yəni, biz o dualara iki formada baxa bilərik. Bir, özü dua edir, şəxs olaraq. Bir də başqasına mesaj verir ki, Allaha bu formada ibadət etmək lazımdır. Hədis bu formadadır ki, İmam Baqir buyurur ki, Qanə Rəsuləllah İza uhillə hilalu şəhri Ramazan istəqbələl qiblə və rəfəə yədəy fəqalə. İmam buyurur ki, elə ki, Ramazan ayının hilalı olduğunda Allah Rəsulu qibliyə dönər, əllərini qaldırar və bu formada deyərdi ki, Allahümmə əhilləhu əleyna bil əmni vəl iman. İlahi, bu ayı bizim üçün həm təhlükəsiz qərar ver, həm imanlı qərar ver. Bu formada Allah Rəsulu dua edərdi, bu ayı bizim üçün afiyyətli qərar ver, bizim üçün geniş ruzu və eyni zamanda bütün xəstəliklərdən saxla və daha sonra buyurur ki, Allahümmə
ərzuqna siyaməhu. İlk növbədə ilahi bizə ruzi nəsib elə ki, bu ayda oruç tuta bilək. Yəni oruç tutmaq ilahi bir ruzidir. Allah oruçlarına öz ruzisini göndərir. Amma Allahın bu ruzisi maddi deyil də mənəvidir. Və sonra buyurur ki, və qiyaməhu. Bizə güc ruzi verir ki, bu ayda namaz qıla bilək, gecələri ibadət edə bilək. Və sonra buyurur ki, və tilavətəl Qur'an fihi. Və bu ayda biz tilavət edə bilək. Və demək, Allah Rəsulü özü deyir ki, bu ayda nə etmək lazımdır? Oruc, namaz və Qur'an. Eyni zamanda Allah Rəsulunun iftar açanda da etdiyi dua var idi. Yəni Allah Rəsulü həm iftar açanda dua edərdi, həm də səhur vaxtı dua edərdi. Yəni səhur o başlanlığa duranda. Təəssüf olsun, Emil müəllim, bəzən səhur məsələsi biraz kəm olub. Niyə? Məsələn, çox önəmsəmirik və elə onu bilirik ki, duraq tezliyə, azan az qalır. Amma biz Allah Rəsulunun sirəsinə baxanda görürük ki, tam əksin görürük. Hətta Şeyx Müfid buyurur ki, Allah məqamını uzaq eləsin, hədis də var. Deyir ki, səhuru durun, yeyin və bunu bir mənəvi bir adətə çevirin ki, siz digər Yahud və Xristiyanlardan fərqlənəsiniz. Niyə? Deyir, çünki onlarda səhuru yoxdur. Və bu barədə yenə biz bu formada oxuyuruq ki, Allah Rəsulü buyurur ki, təsəhhəru, səhər, yəni o başlanlıq edin. Vələv bir şərbətin ma. Əgər su içmiş olsa belə durun. Niyə? Daha sonra buyurur ki, bu ay Ali İmran surəsinin 17-ci ayəsinin deyir, bunlar xüsusiyyətini yaşayır. O xüsusiyyət nədir? Deyir, vəl müstəğfirin, onlar istiğfar edərlər bil əshar. Səhərlər istiğfar edərlər. Deyir, bunlar o başlanlığa duranlardır. O başlanlığa durmaq həm bir qida mədəniyyətidir insan, yəni gündüz işləməsi üçün qida və eyni zamanda o zaman Allah tövbələri, duaları daha qəbul edir. İlk növbədə, yəni biz bilək ki, Peyğəmbərin sirəsində bu, o başlanlıq var idi. İftarda hansı duaları edərdi? Mən qısa olaraq buna deyim ki, iftarı da Allah Rəsulü dua ilə başlayardı. Və çox maraqlıdır. Və burada Allah Rəsulü bu formada dua edir ki, Allahumə ləkə sumna. İlahi, biz sənə görə oruç tutduq və əla rizqikə əftərna. Və sənin verdiyin ruzi ilə biz orucumuzu açdıq. Daha sonra buyurur ki, fətəqəbbəluhu minna. Bizdən bunu qəbul elə. Və buyurur ki, bizdən susuzluq getdi. Yəni, oruc açdıq, susuzluq getdi və yəni, belə deyək də, qidadan da istifadə etdik. İndi, məsələ budur ki, yəni, bu aclıq idi. Allah Rəsulü buyurur, yox. Deyir, bizə qalan və bəqiyəl əcru inşaallah. Bizə qalan bunun savabıdır. İndi insan müəyyən bir saat ac qalır, müəyyən bir susuz qalır. Məsələ o deyil. Məsələ budur ki, sən bunun savabını Allaha təqdim edə biləcəksənmi? Yoxsa yox. Allah Rəsulü bu məsələ istəyir işarə etsin ki, önəmli olan özünüzə bir susuz insan, az insan kimi baxmayın. Bunun bir mənəvi bir mesajı var. Və dilimizdə olan bu məşhur dua var ki, iftar açanda deyilir. Bu Əli əleyhissalamdandır ki, əleyhissalam buyurur ki, Allahumə ləkə sumna və əla rizqikə əftərna fətəqəbbəl minna innəkə əntə səmiul əlim. Bu, əleyhissalamdan sirəsindədir. Əleyhissalam bu formada dua edərdi. Eyni zamanda Ramazan ayının gəlişində, Ramazan ayının ortalarında da Allah Rəsulü çox dua edərdi. Yəni, duaya çox təkid edərdi. Allah Rəsulunun digər Ramazan ayında etdiyi ibadətlərdən biz edə bilərik Qurana baxaq. Quran oxumağa çox təkid edərdi. Və buyurardı ki, likulli şeyin rabi, hər bir şeyin bir baharı vardır. Və rabiul Quran şəhrul Ramazan. Və Quranın baharı da Ramazan ayıdır. Niyə görə? Yəni, Quran Ramazanın baharı Qurandır, ya Quranın baharı Ramazandır. Niyə görə? Bu barədə mühəddislər bu hədisin şərhində buyurur ki, baharın xüsusiyyəti nədir? Baharın xüsusiyyətində deyir bitkilər, dirilmə var. Deyir bir insan özünü diriltmək üçün Quran. Quran deyir, Qurana qayıtmaq. Çünki diridir. Diridir, bəli. İnsan nə ilə dirilə bilər? Gözəl işarə etdiniz. Diri olanla. Quran insanı dirildə bilər. Və
çox maraqlıdır ki, Əhl-i Beytin sirəsində də necə Quran oxuyağa işarə edir. Bir şəxs gəlir İmam Baqir və yaxud İmam Sadiqin yanında ki, onlar mən bu ayda məsələn Quran hafiziyəm, bir gün oxuyam. Deyərdi ki, yox, oxuma. Deyir, hər gün oxu. Hər gün. Deyir, 2 günə hamısını oxu, deyir, yox. Deyir ki, Ramazanın bir şəni var. Sən bu ayda diqqətlə oxu. Elə ki, əzab ayələrini çatdın, dayan, Allahdan bağışlanmaq dilə. Elə ki, savab ayələrə çatdın, Allahdan bunları dilə. Və çox təəssüf olsun, bəziləri deyir ki, Quran oxuyanda düşünmək lazımdır. Və deyir ki, məsələn, mən baxıram ki, bəzi şəxslər Quran oxuyanda başlayır ağlamağa. Bəli, Quran oxuyanda gələn insan qəmli ola. Deyir, axı orada Firondan danışılır. Nə bilim, Firon deyir ki, ənə rabbukumul əla. İlk olaraq, baxın, bu şəxs dini başa düşməyib. Hədis bizə deyir ki, cənnət, cəhənnəm ayələrinə çatdanda qəmgin ol. O digər ayələrdə də təfəkkür elə. İndi o istəyir insanları Qurandan soyusun, ya özü bir yeni din çıxartsın. Baxın, biz Quranı hansı formada başa düşməliyik, hansı formada Əhl-i Beyt necə təqdim edib? Çünki Quranı kamil şəkildə bu şəxslər bilib. Onlarsız Quran-ı Kərim olacaq xəvaric. Xəvaric isə bu qədər insanların başını kəsirsə, nə ilə? Elə həmən bu Quranla da. Niyə? Çünki Quranı öz nəfslərinə uyğun təfsir edirlər. Allah Rəsulunun digər bu ayda etdiyi namaz qılması idi. Namaza, ibadətə çox təkid edirdi və məxsusən gecə vaxtı. Gecə namazı. İmam Sadiq əleyhissalam bu formada deyir ki, Allah Rəsulu Ramazan ayının ilk günü, yəni ilk 20 günü namaz qılardı. Bu namazı bu formada idi ki, 12 rükətini məğrib namazından sonra qılardı və daha doğrusu 8 rükətini məğrib namazından sonra, 12 rükətini isə işa namazından sonra qılardı. 20 gün, yəni Ramazan ayının 1-dən 20-sinə qədər sünnəti bu formada idi. Demək, 20 rəkət namaz edirdi, 20 rəkət namaz qılardı. Necə? 8-in məğrib namazından sonra, 12-sini isə işa namazından sonra. Amma ayın deyir sonunda Allah Rəsulu bütün artıq otağını yığışdırardı, yatağını yığışdırardı. Hər gün, yəni Ramazan ayının sonu, yəni artıq 19-cu gecədən başlayıb, Qədir gecəsi axı, ondan başlayardı, hər gün qüsul alardı və hər gün artıq namazlarının sayını çoxaldardı. Və deyir ki, hətta bəzən 100 rükət namaz qılardı. Və yaxud həmən qaydada, yəni ilk növbədə müəyyən bir sayda məğrib namazından sonra qılardı və arasından fasilə verəndən sonra işa namazından sonra qılardı. Və biz baxırıq ki, Allah Rəsulunun bu ayda etdiyi əsas ibadətlərin də biri namazdır və məxsusən Qədir gecələri ərəfəsi. Yəni, İmam buyurur ki, Allah Rəsulu bu ayda öz yaxınlığı, öz ailəsini Ramazan ayının 21-ci gecəsi, 23-cü gecəsi yatmağı qoymazdı. Deyər ki, bu aydan istifadə edin. Bəs Allah Rəsulunun ictimai sirəsi bu ayda nə idi? Yəni, bu fərdi idi. Bu fərdi idi. İctimai sirəsi olduqca önəmlidir. İlk növbədə biz bilməliyik ki, Allah Rəsulunun əxlaqı 4 dənə kateqoriyaya bölünürdü. Allah Rəsulunun bir dəfə əxlaqı xaliqlə idi, aşiq-məşuq əlaqəsi. Bir dəfə özü ilə idi, yəni özünə bir dəyəri var idi Allah Rəsulunun. Məxluqat ilə idi və eyni zamanda xilqət ilə idi. Yəni, hər bir insan əxlaqı olmaq istəyir. İlahi əxlaq var, şəxsin özünə əxlaqı var. Digər insanlarla münasibəti necə idi və Allahın yaratdığı digər bu canlılarla necə idi. Biz baxırıq ki, Allah Rəsulu həm bu ayda məxluqatla, əxlaqla davranırdı, eyni zamanda xilqətlə. Məxluqatla necə idi bu ayda? Tam olaraq məxluqat, məxsusən imkanı zəif olan şəxsləri, ya məsələn məhrum şəxslərin yanında daha çox olardı. Onlara iftar süfrəsi. Baxın, bu məsələyə təkid edirəm. Allah Rəsulu kimə iftar süfrəsi verərdi? Oruc tutan və ehtiyacı olan şəxsə. İki xüsusiyyəti var idi. Onun iftar süfrəsində oruc tutan var idi və eyni zamanda ehtiyaclı şəxs. Bəzən görürük ki, oruc tutmayan şəxs gəlir ehsan süfrəsində. Gəlsin, onun problemi yoxdur. O da iştirak eləməlidir. Amma məsələ budur ki, o önəm birinci onu çağırandır. Yəni, sən
Oruç tutanların sən süfrəndə yoxdur. Bəli, və oruc adında açdı qoysa verir, orucdur. bir nəfər oruç tutub, 29 Bəli. nəfər tutmuyor. Və yaxud oruç tutub hamısı Yuxarı yəni, təbəqə yuxarı təbəqə insanları, insanlarıdır. Əleyhissalam baxırıq ki, belə bir şəxslərə təhdid edir ki, eşitmişəm ki, valisinə deyir, eşitmişəm ki, sən Ramazanın gecələri gedmisən ən yaxşı süfrədə oturmusan və ehtiyaclı şəxslər heç orucunu açmağa nəsə tapmayıb. Bəli. Və bu görür ki, Allah Rəsulunun sirətində Sirəsində var var, idi. bəli. Və insanları bu işə təşviq edirdi ki, hətta bir qurtuntusu olsa belə, bir xurma dənəsi olsa belə, iftar verin. Oruc açdı verin. Oruc açdı verin. Əhsən. Oruc açdıya sövq eləsin. Sövq edirdi. Bəli. Həm özü bu işi görürdü, həm də müsəlmanlar sövq edirdi. Ailədə də bu ola bilməlidir. Məsələn, tutaq ki, indi süfrənin, məsələn, tutaq ki, indi Bəli. ya xanım, ya ər oruç da bilməyib. Elə bilərsən də məsələn ailen üçün iftar süfrəsi hazırlayasan. Bəli. Yəni onun da özü bir savabdır da, yəni Bəli, iftar özü bir verməkdir də. təşviqdir. Məsələn uşaqdır, başa düşür, anası oruç tutub, atası oruç tutub. Onun məsələn suyun gətirsin, versin ki, ata. Əhsən, gəl, süfrəni hazırlasın. Mənim bu iftarımla süfrəni hazır. Allah Rəsulunun digər bu ayda etdiyi əsas ictimai işlərdən biri deyir ki, əsirləri, zindanda olanları tam olaraq azad edərdi. Deyir ki, siz azadsınız. Bir ay boyunca. Bir ay. Ramazan ayı ümumiyyətlə azad edər ki, siz azadsınız. Və eyni zamanda, məsələn, kiminsə borcu var idisə, kiminsə çətinliyi var idisə, bu ayda, İbn Abbasdan da rəvayət edir, bu ayda kim Peyğəmbərin yanına gedərsə, zəngin qaydardı. Hər hansı bir dünya işi müşkülə olsaydı, problemi olsaydı, Allah Rəsulunun yanına geçsəydi, həll olmuş qaydardı onun yanına. Düz. Eyni zamanda bu ayda Allah Rəsulunun ictimai ibadətlərindən biri buna çox təkid edirdi ki, ümumi olaraq, yəni cəmiyyətdə Ramazan ayının hörməti qorunsun. Əhsən, Bu çox mühümdür. Bəli. Baxın, məsələn, mən özüm tutaq ki, oruç tutmuşam, amma gəlirəm burada dönər bişirirəm. Praşki satıram. Ya, məsələn, ictimai yerdə, bəli. Mən özüm oruç tutsam da Ramazan ayının ictimai əxlaqını qorumuram. Nə edim mən? Allah Rəsulu buyurur və İslam buyurur ki, sən bu bir ayda özünü gözlə. Bəli, müsafirlər üçün sən işlədirsənsə, yəni elə bir yerdəsənsə, səndən yalnız müsafirdə olan şəxslər istifadə edir. Üzürlü səbəbə görə oruç tutmayan şəxslər o da gizli olmalıdır da ki, oruç tutanlara olmasın, mani olmasın. Amma sən bir reklam da vurmusan, bir yeməyin iyi də hamıya artıq sən Ramazanı fərdi olaraq sən riayət edə bilərsən, amma ictimai olaraq sən Ramazan ayının hörmətini sındırırsan. Çox maraqlıdır, bizim xalqımız həmişə Ramazan ayının hörmətini qoruyub. Bəli. Həmişə. Hətta məsələn, yasları olsa, hüzürləri olsa da, həmişə günorta heç vaxtı yemək bişirməzdi və axşama sararlar. Hətta bəzi yerlərdə toy da bu formada olardı. Düz, axşama salardılar. Bu bizim xalqın bu aya etdiyi bəslədiyi sevgidir, hörmətidir. Təbii olaraq bu da elə həmən bu imandan, Allah Rəsuluna, onun sirəsinə, sünnətinə həmən iqtidadan qaynaqlanır ki, bəli, bu formada olmalıdır. Və möminlər bu məsələdə çox həssas yanaşmalıdırlar ki, Ramazan ayının ictimai əxlaqı qorunmalıdır. Fərdi əxlaqı oruç tutmaqdır. İctimai əxlaqı budur ki, məsələn, bu da mühüm nöqtədir. Məsələn, biri müsafirdir, oruç tutanmır, amma çalışmalıdır ki, özün cəmiyyətdə oruç tutan kimi aparsın. Bəli, ki, elə o biriləri kimi yesin, içsin. İndi həm məsələn, qadınların üzürlü səbəbdən ola bilər. Hədis nə deyir? Deyir ki, həm namazın vaxtı dəstəmaz al, gəl həmişə namaz qıldığın yerdə 2 dəqiqə Allaha dua elə dur. Və eyni zamanda, indi sən də müsafirsən. Müsafir o demək deyil ki, sən mən nə eləyirəm, və yaxud indi hər hansı bir xəstəliyə görə, üzrə görə kişi də olsa oruç da bilmir. Tutaq ki, məsələn, indi susuzluq var orada, hər hansı bir məsələ. İndi nə etməlidir? Elə hamının qabağında yemək? Yox. Bu da Ramazan ayının ictimai əxlaqını qorumalıdır. Ümum olaraq Ramazan ayını Allah Rəsulu elə bir formada cəmiyyətə təqdim etmək istəyirdi ki, həm mənəvi olaraq, həm ictimai olaraq insanlar Ramazan ayının gəldiyini hiss edirdilər. Düz. Yəni o süfrədən geri qalmırdılar. Allah Rəsulu bunu təmin etmək istəyirdi. Çox gözəl ustad, həqiqətən dəyərli nöqtələrə toxundunuz.
Peyğəmbərimiz Ramazan ayında hansı fərdi və ictimai əməlləri yerinə yetirirdi? İnsan çalışaq gərək həyatımızda bir miqdar, yəni çox çətindir. Məsələn, insan onların hamısını öz həyatına tətbiq eləsin, amma bir miqdarı, ən azı birini götürək. Məsələn, deyək, bu Ramazanda Peyğəmbərin bu ictimai əxlaqına mən riayət edəcəm. Məsələn, o növbəti Ramazan ayında bu növbəti bir əxlaqını götürüb yaşasa, belə insan görər ki, Peyğəmbərin bütün o Ramazanda yaşadığı əxlaqı yaşamış olmuş olar. Çox gözəl ustad, Allah razı olsun. Verilişimizin də sonuna yaxınlaşırıq. Sonunda bir dua edin inşallah. Ramazan ayının 4-cü günündə biz də amin deyək inşallah. Sizin sözünüzə təkid Allah Rəsulunun xütbəsinin sonunda xütbə-i Şəbanidə İmam buyurur ki, ən üstün əməl nədir ya Rəsulallah? Allah Rəsulu buyurur ki, əl-vərəu ən-məharimillah. Yəni bu ayda Allahın haram etdiklərindən çəkinməkdir. Allahın verək öz izzətinə, öz cəlalına o bütün ibadətləri edə bilməsək də Allahın buyurduğu haramlardan uzaq ola bilək bu ayda inşallah. Amin inşallah. Allah razı olsun. Mən də öz adımdan, veriliş adından sizə dərin təşəkkürümü bildirirəm ki, dəvətimizi qəbul edib gəldiyinizə görə. Allah razı olsun. Belə, dəyərli tamaşaçılar, çox maraqlı bir verilişin sonuna yaxınlaşırıq. Həqiqətən Allahdan istəyimiz budur, Vilayət TV olaraq. Allah sizin bütün oruc və ibadətlərinizi qəbul eləsin. Allah bütün olunan duaları qəbul eləsin. O dualarınızın içində bizləri də yaddan çıxartmayın və çalışağın ki, bu Ramazan ayında Peyğəmbərimizin hər hansı bir sirəsini Ramazan ayı boyu yaşaya bilək. Allah amanında növbəti verilişlərə qədər.